İsti iyul ayı, cəmaət Sibrizdədir, plajdadır, bağdadır, dənizdədir. Mən isə Milli Elmlər Akademiyasındayam və yenə də gəlmişəm tarixi silahlandırma dərsimə. Biraz da silahlandıraq, bir-birimizi biraz da güclü olaq. Eşq olsun bizə. Eşq olsun Milli Elmlər Akademiyasına. Azərbaycan Milli Elmlər Akademiyası Tarix və Etnologiya İnstitutunun Qərb Azərbaycan Tarix Şubəsinin rəhbəri, tarix rəfəsi və doktoru Qasım Cəbir Bəhramov. Cəm müəllim, bir sualımız var isə Türkmençay müqaviləsi və niyə orada ermənilər qeyd alınmırlar, yoxdular? Birinci, onu qeyd edim ki, bu müqavilə 1828-ci il fevral ayının 10-da Qacarlar dövləti ilə Rusiya İmperiyası arasında imzalanıb 15 maddədən ibarətdir və orada 15-ci maddədə sadəcə xristian əhalisinin köçülməsindən bəhs edilir. Və sənədlərə nəzər saldıqda həqiqətən də 1828-ci ildən sonra daha dəqiq desək 1830-cu ildən başlayaraq onların kütləvi surətdə, yəni ermənilərin kütləvi surətdə işğal olunmuş Şimal Azərbaycan torpaqlarına ilk növbədə İrəvan xanlığı ərazisi, Naxçıvan xanlığı, Qarabağ xanlığı ərazisi və sonradan isə digər Azərbaycan ərazilərinə köçülməsi prosesi həyata keçirilib. Osmanlı İmperiyası ərazisindən 85-90 min nəfər, Qacarlar dövləti ərazisindən isə 40 min nəfər erməni əhalisi köçürülüb, işğal olmuş Azərbaycan torpaqlarına. Vaxtınız xeyir olsun, özünüzü təqdim eləyin. Hər vaxtınız xeyir. Həsənov Bəxtiyar, Tarix və Etnologiya İnstitutunun Qərb Azərbaycan Tarix Şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Qasım. Kürəkçay müqaviləsinə aid olan sizə sualımız var. Ondan biraz ətraflı danışardı zəhmət olmasa. Kürəkçay müqaviləsi bildiyimiz 1805-ci ildə Çar Rusiyası ilə Qarabağ xanlığı arasında bağlanıb. Həmin dövrdə Qarabağ xanı İbrahim Tağlıxan idi, yəni Azərbaycan türkü idi və o müqaviləni o bağlamışdı və həmin dövrdə Qarabağ Rusiyanın təbəəsi kimi qəbul olundu. Yəni özünü Rusiyanın təbəəsi kimi qəbul elədi. Demək olar ki, Rusiya Qarabağa ilhaq elədi həmin dövrdə. Bundan sonra isə Qarabağın xanlığını İbrahim Xəlil başda olmaqla xanlığın 17 nəfər üzvünü bir dəfə qətlə yetirdilər. Yəni məhv elədilər və Qarabağ demək olar ki, həmin dövrdə Çar Rusiyası ilhaq elədi və öz torpaqlarına qatdı. Və sonra başqa müqavilələr daxil olmaqla bütün əhatə, bütün demək olar ki, ərazi keçdi Rusiyanın tərkibinə, düzdür? Təbii ki, 1813 Gürcistan müqaviləsi, sonra 1828-ci Türkmençay müqavilələri, bu müqavilələrdən sonra demək olar ki, Rusiya Şimali Azərbaycan torpaqları, İrəvan xanlığı, Naxçıvan xanlığı, digər xanlıqların hamısını işğal etdi və öz torpaqlarına qatdı və ondan sonra 1828-ci ildə Türkmençay müqaviləsindən sonra demək olar ki, bütün torpaqlar artıq Rusiyanın Çar Rusiyasının tərkibinə keçdi və Çar Rusiyası da ondan istifadə edərək 1828-ci ildə İrəvan və Qarabağ xanlıqları arasında bir erməni vilayəti yaratdı. Məqsəd isə həmin dövrdə İrandan, indiki İrandan, yəni Cənubi Azərbaycandan və Osmanlı dövlətindən. Osmanlı dövlətindən də bildiyimiz 1829-da Ərdinə müqaviləsini bağladı. Bura gətirilən erməniləri həmin ərazilərdə yerləşdirmək idi. Və çoxunu da yerləşdirdi həmin ərazilərdə erməni vilayəti. Ancaq buna baxmayaraq sonraki dövrdə İnzibati ərazi dəyişiklikləri tez-tez aparılmağa məcbur oldu. Çünki bu ərazilərdə yaşayan yerli Azərbaycanlı əhali buna qarşı müqavimət göstərirdi. O da çalışırdı ki, inzibati ərazi dəyişiklikləri ilə bu torpaqların onların əlindən çıxmasına kömək olsun. Yəni ərazidə bir Ararat Ermənistan Respublikası yaradıldı. Ararat Respublikası deyirlər. Bəli. Ondan da biraz ətraflı informasiya mümkündürsə. Bu inzibati ərazi bölgüsü yaradılıb 1918-ci il may ayının 29-unda. Çox təəssüflər olsun. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 20 nəfər üzvünün iştirak etdiyi iclasda İrəvan şəhəri və onun ətrafında olan 9000 km ermənilərə güzəştə gedilib. Bu qərarın qəbul edilməsi beynəlxalq hüquq nöqteyi nəzərdən qeyri-qanunidir, legitim deyildir. Çünki belə bir qərar verilərkən ilk növbədə Azərbaycan xalqı arasında sorğu keçirilməli və ya referendum keçirilməli və sonradan bu qərar qəbul edilməlidir. Çox təəssüflər olsun, belə bir qərar, demək, akt qəbul edilməyib, qərar qəbul edilməyib və Azərbaycan xalqının iradəsinin əleyhinə olaraq belə bir addım atılıb. Qəribə bundadır ki, may ayının 28-də Azərbaycan öz Şimal Azərbaycan torpaqlarında dövlət müstəqilliyinin bərpasını elan edir. Çünki bizim çox qədim dövlətçilik tariximiz var və sabahısı gün, mayın 29-da
heç bir tarixi və hüquqi əsas olmadan bura vaxtilə Çar Rusiyası tərəfindən kütləvi surətdə köçürülən ermənilər, o cümlədən Birinci Dünya müharibəsində Türk dövlətinə, Osmanlı Türkiyəsi dövlətinə, hansı ki bunlar onun vətəndaşları idi, ermənilər, xəyanət edərək İrəvan şəhəri və onun yaxınlığında yerləşən Gümrü şəhərləri ətrafında toplaşmışlar. Onlara bu torpağı güzəştə getdilər. Bu, hüquqi nöqteyi nəzərdən qeyri-qanuni bir addımıdır. Ona görə də müasir Azərbaycan Respublikası, Azərbaycan dövləti, Azərbaycan Xalq Cumhuriyyətinin varisi olduğu hüququndan istifadə edərək qəbul edilən qərarın, yəni 29 may 1918-ci il qərarının qeyri-legitim olduğunu demək ki, əsas götürərək bunu ləğv etməlidir. Ona bizim tam şəkildə səlahiyyətimiz var. Biz bilirik ki, 28 may 1918-ci ildə Azərbaycanın müstəqillik bəyannnaməsi bağlanmışdı Tiflisdə, amma elan edilib. Amma ermənilərin bəyannnaməsi yoxdur. Yoxdur. Çox doğru məlumata toxundunuz. Çünki biz apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bunlar 1918-ci il may ayının 30-unda elan ediblər. O surət bizdə var. O sənəd bizdə var. Bəli. Həmin sənəddə sadəcə belə bir cümlə gedib ki, demək ki, Erməni Milli Şurası ermənilərin kompakt yaşadığı ərazilərin idarəsini öz üzərinə götürür. Yəni burada istiqlal bəyannaməsindən söhbət getmir. Amma Azərbaycan Xalq Cumhuriyyətinin Milli Şurasının qəbul etdiyi istiqlal bəyannaməsi bir sənəd olaraq bizim əlimizdə var və bu bizim bilavasitə tarixi hüququmuzun bir növ təsdiqidir. Bu torbağa olan hüququmuzun təsdiqidir. Ona görə də mən hesab edirəm ki, özü çox qəribədir burada belə bir məqam var ki, bunlar da özlərinin dövlət müstəqilliyini may 28 elan ediblər. Bu həm tarixin saxtalaşdırılmasıdır, həm də bu əraziyə onların iddiasının əsassız olması faktını təsdiq edir. Çünki torpaq bizimdir və Cumhuriyyət qeyri-qanuni da olsa belə bir qərar qəbul etsə, demək torpağa mülkiyyət hüququ Azərbaycan xalqına məxsus olduğuna görə, bayaq qeyd etdiyim kimi, həmin qərarın ləğv üçün bizim həm tarixi, həm hüquqi əsasımız var. Çox gözəl və son sualım, bəzi şəhərlərin və yaxud kəndlərin adlarını dəyişiblər. Mən araşdırdım, bir neçəsini tapdım. Təbii ki, siz hamısını bilirsiniz. Mən oxudum ki, Spetak indi, Spetak əvvəla onun adı Hamamlı. Sonra Gömərli, Gəmərli, Artaşaq deyirlər, nə deyirlər o? İndi Kəmran, məsələnin mahiyyətini Gəmərli. Rusiya 1801-ci ildən başlayaraq ki, Azərbaycan torpaqlarının işğalına başladı. Birinci dəyişiklik ediblər 1803-cü ilin dekabrın 31-dən 4-cü ilin yanvarına Gəncəni şəhəri keçəndən sonra Gəncənin adını ləğv edib qoydular Yezəvetpol. Birinci addım bundandır. Sonra isə 1828-ci ildə mart ayının 21-də İrəvan və Naxçıvan xanlıqları arasında bura heç bir aidiyyatı olmayan demək erməni vilayəti deyiləm. Bayaq hörmətli Bəxtiyar müəllim bunu qeyd elədi. Və ondan sonra dəyişmə prosesi Şimali Azərbaycanın üzərindən ümumiyyətlə Azərbaycan sözünü götürdülər. Və bu davam edib 1918-ci ilin mayın 28-nə qədər. Ondan sonra Azərbaycan Xalq Cumhuriyyəti elanından sonra bir sıra toponimlər Şimali Azərbaycan arasında bərpa edildi. Amma Qərbi Azərbaycan üzərində toponimlərin dəyişməsi prosesi başlayır 18-ci il mayın 29-undan sonra və davam edib ta bu günə qədər. İndi sizə bir deyəcəm, 1918-ci ildən 1936-cı ilə qədər, daha doğrusu 1918-ci ilin mayın 29-undan 20-ci ilin noyabrına qədər 11 ad dəyişdiriblər. Və 1920-ci ilin noyabrından başlayaraq 36-cı ilə qədər 17 adı dəyişdiriblər. O cümlədən 36-cı il iyunun 6-sında İrəvanın adını dəyişib qoydular Yerevan. Bütövlükdə bu müddət ərzində Qərbi Azərbaycan arasında 717 toponimin adı dəyişdirilib 2006-cı ildə və ondan sonraki illərdə biz demək adlara qarşı soyqırım adlı həm ingilis, həm Azərbaycan dilində kitablar nəşr edilir ki, hansı ki Azərbaycan ərazisində, Qərbi Azərbaycan ərazisində qurulan qondarma Ermənistan SSR Ali Sovetinin qərarları ilə bu toponimlərin dəyişməsi prosesi həmin əsərlərdə öz əksini tapır. Və müəllimə bir sualımız var. Müəllim, siz nə məsləhət görərdiniz bizim gənclərimizə ki, öz tariximizi bilsinlər,
öyrənsinlər, örgəşsinlər, istəsələr, özləri istəməlidir öz tarixini bilmək üçün. Nə məsləhət görərdiniz? Birincisi, tarix elə bir elmdir ki, keçmişlə gələcəyi uzlaşdırmalısan. Keçmişdə nələr baş veribsə, yəni həyatda, real həyatda da keçmişdə baş verənlərin çoxundan həm nəticə çıxartmaq lazımdır. Keçmişdəkilərin görüb nəticə çıxardıb gələcəyini qurmalısan. Keçmişdə nələr baş verib, hansı hadisələr baş verib, bunları kimlər törədib, nə üçün verib və gələcəyə hazır olmalısan bu işlər. Ona görə tarix çox önəmli bir şeydir. Gənclərimiz də bunu bilməlidir. Mən bir məsələyə toxunmaq istəyirəm ki, 1828-ci ildən sonra